Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Sual işarəsinin yerinə uyğun gələn fiquru tapın. Baxırıq ki, bizə iki sətirdə çevrələr verilib. Birinci sətirdə verilmiş iki çevrə arasında qanunauyğunluğu müəyyən edib, həmin qanunauyğunluğu ikinci sətirdə verilmiş çevrəyə tətbiq edəcəyik və sual işarəsinin yerinə uyğun gələn variantı tapmağa çalışacaq. İlk öncə birinci sırada verilmiş çevrələr arasında qanunauyğunluğu müəyyən edək. Birinci sırada baxırıq ki, 4 hissəyə bölünüb və daxilində 4 çevrə var. Amma çevrələrin biri qara rəngdə, biri ağ, birində üfüqi diametr, birində isə şaquli diametr çəkilib. Amma bundan yaranan növbəti çevrədə isə eyni daxilində olan çevrələr var, amma yerləri dəyişikdir və bu yer dəyişməni müəyyən edək. Baxırıq ki, qara çevrə bir xana aşağı düşüb növbəti çevrədə. Deməli, bizim də bu çevrəmizdə bu hissədə olan xətt aşağı hissədə yerləşəcək. Sonra isə baxırıq ki, ağ çevrə bir xana o da aşağı düşüb. Deməli, yuxarıda olan çevrələr eyni istiqamətdə bir xana aşağı yerləşib növbəti çevrədə. Qara ağ, qara ağ. Aşağıda yerləşən çevrələrə baxaq. Üfüqi çəkilmiş xətt, diametr. Gördüyümüz kimi qarşıdakı hissəyə keçib növbəti çevrədə. Şaquli çəkilmiş xətt, diametri olan çevrə isə o da qarşıdakı tərəfə keçib. Biz müəyyən elədik ki, deməli çevrənin yuxarı hissəsində yerləşənlər eyni istiqamətdə aşağı hissəyə köçür növbəti çevrədə. Aşağıda yerləşənlər isə əks istiqamətdə yuxarı hissəyə köçür. Və biz də verilmiş ikinci sətirdəki çevrəmizə həmin qanunauyğunluğu tətbiq edək. İlk öncə baxırıq ki, bu qara xəttlə olan hissə köçəcək yuxarı əks istiqamətə, yəni qarşı tərəfə, bu hissəyə. Biz də baxırıq ki, qara xəttlə olan bu formalı xətt A variantında düzgündür, yəni qarşı yuxarıda əks istiqamətə, qarşı tərəfə keçir. A-da düzgündür, B-də səhvdir, C-də səhvdir, D-də düzgündür, Y-də səhvdir. Diqqətlə baxsaq görərik ki, aşağıda çəkilmiş bu qara xətt eyni qalır, amma kənarlar hərəkət edir növbəti istiqamətə. Yəni bu orta mərkəz yenə olduğu kimi qalır. Amma kənarlar əks istiqamətə doğru hərəkət edir növbəti hissədə yerləşəndə. Deməli, bizim o biri fiqurlarımız da eyni bu istiqamətdə olacaq. Yəni, çevrənin mərkəzi hissəsi olduğu kimi qalacaq. Tərəflərində olan hissələr növbəti hissəyə köçəndə də onun tərəflərində yerləşəcək. Bu xətt bu hissədə olduğu kimi A-da və D-də. Baxırıq ki, növbəti aşağı hissədə yerləşən iki xətti perpendikulyar kəsişib bir-birinə. Deməli, bu xətt qarşı tərəfə yuxarı hissəyə köçəcək. Baxırıq ki, A-da da düzgündür, köçüb, B-də də olduğu kimi köçüb. Yəni, mərkəz hissə qalıb, kənar hissə digər tərəfin kənar hissəsinə doğru hərəkət edib. İndi isə yuxarı hissədə olanlara baxaq. Yuxarı hissədə diqqətlə baxsaq görərik ki, bu hissədə xətt çəkilib. İki çevrənin bu hissələrin birləşdirən. Deməli, bu çəkilmiş xətt aşağı bu hissəyə köçəcək. Və köçmək üçün də çevrənin bu hissəsində olan xəttin ucu aşağı hissəsinə tərəf hərəkət edəcək. Bura isə olduğu kimi qalacaq və aşağı hissədə bu formada xətt yaranacaq. Və baxırıq ki, A-da biz hesabladığımız kimidir, biz tapdığımız kimidir. Amma D-də bu xətt olduğu kimi köçüb aşağı. Amma gördüyümüz kimi qara xəttdən də olduğu kimi getmir yuxarı. Ona görə də D-də bu xətt səhvdir. Digər xəttdə olduğu kimi D-də gəlib aşağı, bu da səhvdir. Bu xəttdə gördüyümüz kimi mərkəz yerində qalacaq və bu bir tərəf
əks istiqamətə köçəcək və bu formalı xətt yaranacaq bu hissə. Gördüyümüz kimi A-da bu da düzgündür. Deməli, D variantı səhvdir, A variantı düzgün cavab oldu. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.